Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bizim Gücümüz Birliyimizdədir adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Xaçmazda təşkil olunub. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə keçirilən tədbir beynəlxalq sülh gününə həsr olunub. Beynəlxalq sülh günü ilə əlaqədar Xaçmazda keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi konferansda Xaçmaz, Quba, Qusar, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala rayonlarından gələn milli azlıqların, etnik qrupların üzvləri, eləcə də digər millətləri təmsil edən ailələr iştirak ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Beynəlxalq sülh günü xalqlar arasında, həmçinin ailələr və məktəblərdə zorakılığa qarşı mübarizənin aparılmasına, birgə yaşayışın təmin edilməsinə nail olmaq üçün çağırış günüdür. O, müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələrinin ölkəmizdə əsrlərdir sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşadıklarını, bərabər hüquq və azadlıqlara malik olduqlarını bildirib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə ölkəmizdə dinlərarası münasibətlərin də yüksək səviyyədə qurulduğuna, hər kəsin dini etiqad azadlığının qorunduğuna diqqəti cəlb edib. Sonra çıxış edən BMT-nin inkişaf proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonis Bruk, eləcə də ölkəmizdə milli azlıqların və müxtəlif dini icmaların nümayəndələri Azərbaycanda dövlət din münasibətlərin yüksək səviyyədə qorunduğunu vurğulayıblar. Konferansda milli azlıqların və etnik qrupların mədəniyyət nümunələri də maraqla qarşılanıb. Samir Urmanoğlu, Günən Şahmalı qızı, xəbərlər.